Bani ile ilkin tanışlığınız necə olmuşdu? Bani ilə ilk tanışdığımız bizim oğlumun 8-ci sinifdə oxuduğu vaxtda, yəni təsadüf eləyir. Biz həmin vaxtı hazırlıq axtarırdıq, yəni kurs axtarırdıq və elə oldu ki, biz maraqlandıq, gördük ki, Gəncədə elə ən yaxşı hazırlıq keçən Bani seminariyasıdır. Biz deməli 8-ci sinifin yarısından gəldik bura. Rus dili və ingilis dilində problem yox idi. Yəni o fənləri yaxşı qavrayırdı, amma riyaziyyat fənnində biraz çətinliyimiz var idi. O da qoyduğumuz hazırlıq müəllimlərinin qruplarında uşaqlar çox idi. Amma bura gəldik, gördük ki, bir qrupda az uşaq var, az şagird var və bu da çox müsbət haldır. Çünki biz bilirik ki, müəllim o müəyyən zaman kəsiyində uşaqlara vaxt ayıra bilir. Hər uşağın hansı mövzudan geri qaldığını başa düşür, ona dəstək olur və o sahədən də elə biz ən çox ona görə biz Baniyə müraciət elədik və gördük ki, müəyyən irəliləyişlər olur. Əsasən biz buraxılış imtahanına hazırlaşmaq üçün bura müraciət eləmişdik də. Çox yaxşı hazırlaşdılar. Son 2 həftədə ümumiyyətcə hər gün çağırırdılar hazırlığa. İntensiv, yəni sürətlə hazırlaşdırırlar. Təkrar çox olurdu. Elə imtahanın günü özü olsun. Müəllimlər gəldilər, dəstək oldular Tofiqə imtahandan qabaq və o uşaqda yəni ruh yüksəkliyi yaratdılar. Uşaq imtahana getdi. Nəticəsi də şükür Allah bizi qane elədi. Yəni biz gözlədiyimizi əldə elədik. Təşəkkür eləmək istəyirəm ilk növbədə. Yəni çox sağ olsunlar. Çox əziyyətlər var Tofiqin üzərində və bundan sonra da yəni Tofiq burada hazırlığını davam elətdirəcək və ümid edirik ki, həmin heyət, həmin komanda, həmin tədris prosesi, o təşkilatçılıq yenə də davam eləyəcək.